Sonra Şeyh Ubeyd Əl-Cabirdən 4-cü sualda soruşurlar ki, İzə kənə rəcul məsturul hal və lə yu'rafu anhu şey, hələ yəcuzu sualə anhu li ma'rifəti halihi əv lə yəcuz. Vəffaqəhumullah. Yəni, şeyxə sual verirlər ki, şeyx, bir kişi tanımır, halı necədir? Yəni, yaxşıdır, pisdir, etibarlıdır, etibarsızdır, yalancıdır, düz danışandır və s. və s. Onun halını öyrənmək üçün onun halını öyrənmək üçün sual vermək olar, onun halını öyrənmək üçün sual vermək olar, araşdırmaq olar. Çünki nə deyir? Nə üçün soruşurlar belə suallar qardaşlar? Hizbiçilər deyirlər ki, sual vermək. Hizbiçilər deyirlər ki, əsl müsəlmanda ədalətdir. Yəni, əslində müsəlman adildir. Əsas, yəni, onlar bu məsələni qaldırırlar, hansı ki, inşallah cavabın axırında aydın olacaq məsələ. Bu şeyh cavab edir, hafizullah. Vəl-cəvabu لا شك أنه في كل زمان وفي كل مكان يفد على الناس من لا يعرف. Şək yoxdur ki, hər bir zaman, hər bir yerdə, hər bir zamanda tanınmayan adamlar çox olur. Bu labüddür. هذا الذي لا يعرف إذا كان وادعا ساكتا ولم يظهر خلافا للحق فإنه يبقى مسطونا. Yəni tutaq ki, biri sakit olsa, birinin halı sakit olsa və ya haqqa sakit olsa, yəni bilinməsə belə çox hərəkətlər olmasa artıq və haqqı xilaf çıxan olmasa, şərt deyil onun halını axtarmaq. Lakin إذا استراب الناس في حال من حال هذا الرجل أو أرادوا منه أمرا من الأمور فلهم أن يختبروه حاله. Amma əgər bir şey nəsə izhar olsa ondan müxalif və ya məsələn tutaq ki, ondan bir nəsə istəsələr, ondan bir iş istəsələr nəsə, onda o halı bilinmirsə öyrənmək lazımdır. Halını öyrənmək lazımdır. Hətta imtihanı çəkə bilərlər onu. Və minə şəvahid alə zəlik ma ravahu Müslim. Buna şahid çoxdur dəlillər. Məsələn, Müslim deyir ki, və başqaları Muaviyyə ibn-i Həkəmdən deyir ki, ənəhu qal kənət li cəriyyətən. Deyir, mən bir cariyəm var idi. Muaviyyə ibn-i Həkəm deyir. Tər'a qənəmən li qibələ uhridin vəl cəvvaniyyə. فاطلعت ذات يوم فإذا الذئب قد ذهب بشاة من غنمها وأنا رجل من بني آدم آسف كما يأسفون لكنني سككتها ولكنني سككتها سكة فأتيت رسول الله صلى الله عليه وسلم فعظم ذلك عليه فقلت يا رسول الله أفلا أعتقها قال ائتني بها yani burada sahabe Muaviyyə Həkəm deyir ki, bir cariyəm var idi, qoyun otarırdı Uğdun ətraflarında, dağının ətraflarında. Canavar bir qoyunu apardı. Mən də deyir, insan kimi, ümumi insan, adi bir insan kimi təbii ki, hepsləndim buna görə və vurdum. Sonra hifzlənir, gəlir Peyğəmbər sallallahu aleyhi ve sellem yana. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya Rasulullah, belə bir hadisə oldu, belə oldu. Azadlığa buraxım. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, gətir bura onu. Fəətəytuhu bihə, gətirdim. Fəqalə ləhə, Peyğəmbər sallallahu aleyhi ve sellem çarəyə deyir ki, Əynəllah, Allah hardadır? Bizə təhlil deyir ki, belə sual vermək olmaz. Necə yəni, belə sual vermək olmaz? Peyğəmbər sallallahu aleyhi ve sellem soruşur. Deyir, belə sual verirsən, Allah məkan verdir. Deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem soruşur. Eynəllah, Allah hardadır? Qalət fissəmə. Cariyə deyir ki, səmada. Qalə mən ənə. Dedi, mən kiməm? Qalət əntə Rasulullah. Dedi, sən Rasulullahsan.
Allah tərəfindən Rasul göndərmiş Rasulsan. Qalə ə'tiqhə fə innəhə müminə. Dedi, azadlığa bırax onun çünki mümindir. Aydın qardaşlar. Sonra deyir ki, Müslim rivayət edib, o başqaları həmçinin. Sonra şeyx deyir ki, davam edir. Deyir, Sufyan-ı Savri, rahiməhullah, Sufyan-ı Savri, imtəhanu əhl-i Mosul bil-məafi, yəni bi İbn Umar. Fəmən zəkərəhu bi xeyr, qultu haulâ ashabu sünnə və cəma'a. Və mən əbəhu qultu haulâ ashabul bid'ə. Sufyan-ı Savri deyir ki, Mosul əhlindən İbn İmran barədə başladım soruşmağa. Mosul əhlini bilim, kim necədir, yaxşıdır, yoxsa pisdir. Yəni, əqidədə, minhəcdə. Kim deyirdi ki, yaxşıdır, deyirdim ki, bu əhl-i sünnə və cəmaatdır. Kim deyirdi, pisdir, deyirdim, bu əhl-i bidədir. Yəni, bu cür. Yəni, adamı soruşursan, bu cür bilmək olur. Adam minhəcdə, əqidədə, ha tərəfindədir. Və qalə Baqiyyə ibn-i Valid, rahiməhullah, İnnə lənəmtəhinin nəs bil-əvza'i. Baqiyyə ibn-i Valid deyir ki, biz əvza' ilə cəmaatı imtihanı çəkirdik. Əvza' barədə. Əvza' ilə. Fəmən zəkərəhu bi xeyrin arafnə ənəhu sahibi sünnə. Kim əvza' ilə yaxşı danışırdı, deyirdi ki, bu əhl-i sünnədir. Yəni, sünnənə gedəndir. Sonra həmçinin İmam Əhməd deyir ki, İzə rəaytən rəcul yəğmizu Hammad ibn Sələmə fəttəhimhu aləl-İslam fənəv kənə şədidən alə mübtədiyə. Əhməd ibn Həmbəl deyir ki, əgər bir görsəz ki, bir kişi Hammad ibn Sələməni pis danışır, ittiham eləyin onu. Bidətçi olmağında, İslamında ittiham eləyin ki, kamil deyil bidətində. فَإِنَّهُ كَانَ شَدِيدًا عَلَى الْمُفْتَدِيَةِ. Çünki Hammad ibn Sələmə bidətçilərə qarşı şiddətli idi. Ona görə onu pisləyən bidətçi də var. Həmçinin Qutayb ibn Said deyir ki, rahiməhullah, İzə rəaytən rəcul yuhibbu əhləl hədis mislə Yahya ibn Saidin və Abdurrahman ibn Məhdi və Ahmed ibn Muhammed ibn Həmbəl və İshaq ibn Rahavey və zəkərə qavmən əxərin فإنه على السنة ومن خالف هؤلاء فعلم أنه مبتدع. Həmçinin Qutayb ibn Said deyir ki, kim hədis əhlini sevirsə, yaxşı danışırsa onlardan bilginən ki, əhl-i sünnədir. Necə ki, məsələn, Yahya ibn Saiddən, Əhməd ibn Həmbəl, İshaq ibn Rahavey və başqaları. Kim onlarda pis olsa, ومن خالف هؤلاء, müxalif olsa bilginən ki, bidətçidir. فَيُمْتَحَنْ رَجُلْ إِذَا اسْتَرِيبَ مِنْهُ أَوْ أُرِيدَ مِنْهُ أَمْرٌ مِنَ الْأُمُورِ فَإِنَّهُ يُمْتَحَنْ. Əgər adamda şək olunsa və ya bir nəsə istənilsə ondan, tələb olunsa, imtihana çəkmək lazımdır. وَهَذَا الْأَمْرُ لَا يَسْتَطِيعُ النَّاسُ دَفْعُهُ حَتَّى فِي الْمُعَامَلَاتِ. Hətta müamilələrdə, məsələn, ticarətdə, qız verməyi, almaqda insanlar bu imtihana ehtiyacları var. فَلَوْ خَطَبَ رَجُلٌ إِمْرَأَةً مِنْ أَهْلِهَا فَإِنَّهُمْ مُطَالِبُونَ بِالسُّؤَالِ عَنْ حَالِ. Məsələn, tutaq ki, bir kişi gəlib, bir qadını istəsə, qadın əhli tərəf, o kişinin halı barədə soruşmaq məcburdur. Soruşmalıdırlar. Deməli, olar. Həl huvə mimmən yurda dinuhu o xulqu. Baxaq, dininə və əxlaqı necədir? Və lə yuqalu lən yu'raf ən hədə şey فَهَذَا يَسْتَبِينَ لَكُمْ بُطْلَانَ مَقُولَ الْأَصْلُ فِي مُسْلِمْ عَدَالَةً. Demirlər ki, yox, bu heç nə bilinmir, verirlər. Yox, soruşurlar və ya heç nə bilinmir bunun barədə. Bu deyir ki, Şeyx Hafizullah, bu əsl ki var, qayda kimi götürürlər ki, əl-əsl fil-muslimi adalə, müsəlmanda əsl budur ki, adildir, bu batıl rəydir. Yəni, düz rəy deyil. Və şeyx də düz deyir. Çünki burada Şeyxülislamdan da misallar var. Deyir ki, rahiməhullah, və ma'rifətu əhvalin nəs taratan təkunu bi şəhədətin nəs və taratan təkunu bil cərh və ta'dil və taratan təkunu bi ixtibar və imtihan. İnsanları bilmək, şeyx deyir. Cəmaatın danışığı ilə bilmək olur, şahidliyi ilə və ya cərh tədil elmi ilə və ya
imtihana çəkməklə. Məcmu Fatavi 15-ci il 329 səhifə. Həmçinin şeyx buyurur, rahimehullah İbn Teymiyyə, və amma qavlu mən yəqulu aslu fil muslimin adalə fəhu batil. Ki, o qavlu ki, deyirlər ki, müsəlmanda əsl budur ki, adillikdir, batil sözdür bu. Vələl aslı fi bəni Ədəm zulmun və cəhl. Əslində, Adəm övladlarında əsli budur ki, zülüm və cahillik. Kəmə qalə Teala, necə ki, Allah Teala buyurur. Və hamələhəl insan innəhu kənə zalumən cəhulə. İnsan zalım və cahildir. Və həmçinin deyir, sonra davam edir. Və mücərrədu təkəllüm bi şəhədəteyn lə yucibu intiqalil insan anil zulm vəl cəhli iləl adil. Ona görə sadəcə şəhadəti getirmək insanı zülümdən və cahillikdən adilliyə çevirmir. Məcmu Fatavi 15-ci cild 357-ci səhifə. Və şeyx davamlayır. Şeyx Ubeyd Cəbiri Hafizəhullah. Hədihil məqulə batilə ki, əsl müsəlmanda adillikdir. Bu qövl batildir. Və kütub-ı cərh və ta'dili və şahidələ dəlik mə nəqul. Cərh tədil elmi, qardaşlar, o tənqid elminə bərabərdir. Yəni, insanların yaxşılığın və pisliyin qeyd edən kitablardır. Xüsusən hədis elmində bu məşhur yayılıb ravilər barədə cərh tədil elmi. Yəni, məsələn, tutaq ki, yaxşıdırsa tədili gedirdi, pis əməllər var idisə, pis sözlər var idisə, əxlaq və s. hər cəhətdən, yalancı idisə və s. unutqan idisə, cərh gedirdi. Yəni, şeyx deyir ki, Hafizəhullah, Ubeyd Əl-Cəbiri, əgər əsl müsəlmanda adalətsə, buna ehtiyac yoxdur, cərh tədil elminə. Ona görə deyir, فَلَوْ كَانَ الْأَصْلُ فِي الْمُسْلِمِينَ كُلُّهُمْ عَدَالَةً مَا احْتَاجَ النَّاسِ إِلَى عُلَمَاءِ وَأَئِمَّةٍ. Əgər əsl müsəlmanda adilliksə, onda alimlərin sözlərinin kimisə barədə ehtiyac yox idi. يُجْرَحْ مَا جَرَهُ وَيُعْدَلْ مَعًا عَدَلُوا. يُجْرَحْ مَنْ جَرَهُ. Ona görə alimlər kimi cərh edib, onu cərh eləmək lazımdır. Alimlər kimi tədil edib, adil görüb, salamat görüb, onu salamat görmək lazımdır. Bu mühüm məsələdir. Bizdə də bəzi qardaşlar, məsələn, mənlə imtihanı çəkirlər. Məsələn, oturursan, bilmirsən kimdir. Deyirsən, Qamət qardaş, nə danışırsan? Belə bilginən ki, azmışım biridir, xavaricdir, ya təkvirçidir, aydındır, ya rafizdir və s. Dedim, başqa qardaşlar da gedir, əsasən mənim gedirəm, yəni. Yəni, başqa türdə imtihanı çəkmək olar. Olar ki, ən rahat üslubu budur. Allah subhanətlə bizi sabit eləsin. Allah subhanətlə bizə işin faydalardan etsin.